Bilirsiniz ki, pensiya yaşına çatmadan vəfat edən şəxsin hesabına yığılan kapital onun vərəsələrinə verilir. O bilinir, indi sizdən eşitdim bunu ki, elə ki verilmə. Bilirəm. Sizdə heç belə bir hal olur? Bizdə yox, tanışlarımda olub. Necə olub ki, məsələn? Qrup yoldaşımda elə bir şey var idi. Elə bir şey haqqında məlumatım yoxdur. Eşitməmişəm elə şey. O qədər rəhmətə gedən görmüşəm ki, elə bir şey eşitməmişəm. Amma yəni pensiya yaşına çatmadan vəfat edən şəxs görmüsünüz, amma kapitalın vərəsələrinə verilməsini görməmisiniz. Xeyr, görməmişəm. Tanışlarınızdan olur? Olub, çox olub. Bilmirdim heç. İlk dəfə də eşidirsiniz? İlk dəfə də eşidirəm. Bəli, mövzumuz Azərbaycanda vətəndaş pensiya yaşına çatmamış, vəfat edərsə, onun sığorta hesabında yığılan pensiya kapitalının sonrakı aqibəti ilə bağlıdır. Yəni, vətəndaş illərlə işləyir, çalışır. Tale elə gətirir ki, o pensiya yaşına çatmamış, vəfat edir. Nəticədə də onun vərəsəsi mərhumun sığorta hesabında yığılan pensiya kapitalının nəinki miqdarından, hətta o vəsaitin ona məxsusluğundan belə bixəbər olur. Ümumiyyətlə, maraqlıdır. Azərbaycanda vətəndaş pensiya yaşına çatmamış, vəfat edərsə, onun sığorta hesabında yığılan pensiya kapitalı vəfat edənin ailə üzvlərinə verilirmi? Və ya həmin kapitaldan istifadə hansı halda mümkündür? Dövlət Sosial Müdafiə Fondundan bildirildi ki, şəxsin hesabına toplanan pensiya kapitalı o dünyasını dəyişdiyi halda ailə üzvlərinin sosial təminatı üçün istifadə olunur. Hətta pensiyaların indeksasiyası nəticəsində baş verən artımlar qeyd edilən bu pensiyalara da şamil olunur. Sığorta olunan vəfat etdiyi yaxud həlak olduğu halda ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının müqabilində onun öhdəsində olan ailə üzvlərinə, 18 yaşınadək əyani təhsil alan 23 yaşınadək övladlarına, 18 yaşına çatanadək əlilliyi müəyyən olmuş 18 yaşdan yuxarı əlilliyi olan övladlarına, pensiya yaşına çatmış yaxud orqanizmin funksiyalarının 61-80% və ya 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş ata və anasına, ərinə və ya arvadına, 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və ya işləməyən şəxslərə valideynlərindən biri, əri, arvadı, babası, nənəsi, qardaşı, bacısı, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilir. Göründüyü kimi, şəxsin topladığı pensiya kapitalı o dünyasını dəyişdiyi halda ailə üzvlərinin sosial təminatı üçün istifadə olunur. Pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar qeyd edilən bu pensiyalara da şamil olunur. Amma ekspertlər bunun əksini deyirlər. Onların sözlərinə görə toplanmış pensiya kapitalının vəfat edən vətəndaşın ailə üzvlərinə və yaxud da vərəsələrinə verilməsi ilə bağlı bir mexanizm yoxdur. Çünki bununla bağlı mövcud qanunvericilikdə boşluqlar var. Faktiki olaraq illərlə çalışmış, işləmiş vətəndaşlar vəfat etdikdən sonra onların toplanan pensiya kapitalları Dövlət Sosial Müdafiə Fondunun hesabında qalır. Pensiyalar haqqında qanunun 18.3-cü maddəsində də bir dəyişiklik nəzərdə tutulur və əsasən pensiyası olan şəxs ki, o vətəndaş vəfat etdikdə sonralar ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranırsa və həmin dövr ərzində də əmək pensiyası, sığorta hissəsi indeksləşdiriləcək və digər ən yüksək olan sığorta məbləği ailə pensiyası təyin olunacaq. Hələlik bu ilin aprel ayında təklif edilən dəyişiklik Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulurdu və qanunun qəbul edilməsi nəzərdə tutulurdu. Amma belə bir qanun hələ ki qəbul edilməyib. İqtisadçı ekspert əlavə edib ki, 2023-cü ilin dövlət büdcəsində pensiya təyinatı ilə bağlı mexanizmlərin dəyişdiriləcəyinə aid maddələrə rast gəlinmir. Belə çıxır ki, mövcud anlaşılmazlığın aradan qaldırılması üçün qanunvericilikdə daha dəqiq müddəaların olmasına ehtiyac var. Bəs belə bir addımın atılması gözlənilirmi? Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev sorğumuza cavab olaraq bildirdi ki, parlamentdə belə bir layihə müzakirəyə çıxarılmayıb. Bax, belə, 65 yaşa qədər ölməməyə çalışın. Aytən Sakit qızı, APA TV.